Fövqəladə Hallar Nazirliyinin 112 qaynar telefon xəttinə Abşeron rayonu Məmmədli kəndində yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğın söndürənlərin çevik müdaxiləsi sayəsində ərazidə park edilmiş istismara yararsız avtobuslarda baş vermiş yanğın yayılmasına və o cümlədən digər avtobuslara keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində 35 ədəd istismara yararsız avtobusun 4 ədədi yanıb. Digər avtobuslar yanğından mühafizə olunub. Noyabrın 17-sində Ələt-Astara magistral yolunun Salyan rayonunun Çuxanlı kənd ərazisindən keçən hissəsində baş verən yol nəqliyyat hadisəsi ilə bağlı bəzi detallar məlum olub. Avtoqəzaya düşərək yaralanan şəxslərdən biri Aqil Nuriyev Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimidir. Qəza zamanı onun avtomobildə olan anası Gülmira Nuriyeva da xəsarət alıb. Xatırladaq ki, Kia markalı minik avtomobili qarşıda gedən KAMAZ markalı yük maşınına çırpılıb. Hadisə nəticəsində Şirvanşəhər sakinləri 1967-ci il təvəllüdlü Gülmira Nuhu qızı Nuriyeva, 1993-cü il təvəllüdlü Aqil Abduloğlu Nuriyev və Bakı şəhər sakini 2013-cü il təvəllüdlü Şəmistan İntiqamoğlu Əmrəhzadə yaralanıblar. Yaralılar xəstəxanaya çatdırılıblar, faktla bağlı araşdırma aparılır.